7-ci sual. Bu da var idi əvvəlki testlərdə. 7-ci sualda deyir, trapesin oturacaqları A və B-dir. Deməli, B balacadır, A altdadır. Onda mən bura x desəm, təbii ki, bura nə olacaq? A çıxılsın x olacaq. S təpəsinin 2 xətt alt oturacağın M nöqtəsini çəksərək trapesiyanın sahələri eyni olan 2 fiqura ayırır. İndi 2 fiqura ayırırsa, baxın diqqətli olun. Bu nədir? Bu da trapesiyadır. Bu trapesiyanın sahəsini mən nə ilə tapmalıyam? Tərəf vurusun, hündürlüyü bölünsün 2 ilə tapmalıyam. Hündürlüyü də yuxarıdan aşağı məsafədir. Burada da h-dır, burada da h-dır. Eynidir. Çünki oturacaqlar arasındakı məsafə dəyişilmir. Ona görə mən sahə A, M, S, B-ni yazanda B plus x bölünsün 2 vurulsun h yazmalıyam. Bu üçbucağın sahəsi isə S, M, D, S-ni yazanda A çıxılsın x vurulsun h bölünsün 2 yazmalıyam. İndi mənə deyir ki, bu sahələr bərabərdir. Deməli, mən bunların sağların bir-birinə bərabər götürməliyəm. Onda vurulsun h. Buradan da A çıxılsın x bölünsün 2 vurulsun h olunur. H bölünsün 2'lər ixtisar edir. Qalır B plus x bərabərdir A çıx x. Və x-ləri bir tərəfli yığanda x bərabərdir olur A çıx B bölünsün 2. Yəni, bax, bura oldu. A çıx B bölünsün 2. İndi burada nə idi? A-dan çıxmalısınız. M-də də nə idi? A-dan çıxmalısınız. M-də də olur A çıxılsın bu. Bunda orta məxrəcə yatıranda bu dəfə də olur A plus B bölünsün 2. Deməli, burada olur A plus B bölünsün 2. İndi bunların nisbətində 2'lər ixtisar edir. Qalır bunlar. Qəşəng.